Şagirdlər, hər birinizi salamlayıram. Bugün sizlərlə Təbiət 5 deməli kitabında mövzu 1 hüceyrədən orqanizmə olan iş vərəqi 1-in suallarına, 1 və iş vərəqi 2-in suallarına baxacağıq. Baxaq birinci suala. Hüceyrələr bütün canlıların quruluş vahididir. Bəli, bu doğru fikirdir. Yəni doğrunun altdan doğru, yanlışın altdan isə yanlış işarəsini seçməliyik. Bir qrup hüceyrələr orqanlar sisteminə əmələ gətirir. Bu yanlış fikirdir. Biz dedik ki, hüceyrələr birləşir toxumaları, toxumalar orqanları, orqanlar orqanlar sistemini, orqanlar sistemi isə tam bir orqanizm əmələ gətirir. Ona görə bu fikir yanlış fikir hesab olunur. Toxumalar qrupu orqanlar sistemini meydana gətirir. Bayaq qeyd elədik ki, toxumalar birləşib orqanlar əmələ gətirir. Orqanlar sistemini deyil. Ona görə bu fikir yanlış fikirdir. Orqanizm orqanlar sistemindən təşkil olunmuşdur. Bəli, bu doğru fikirdir. Çünki bayaq da qeyd elədik ki, orqanlar sistemi birləşərək tam bir orqanizmi əmələ gətirir. Ona görə doğru kimi qeyd edirik. Daha sonra ikinci sual. Hansı şagirdin insan orqanizmi quruluş səviyyələrini düzgün sıraladığını müəyyən edin. 1 rəqəmi ilkin səviyyəni, 5 rəqəmi isə ən yüksək səviyyəni göstərir. Şagirdin adını dairələyin. Əslində bu fikri mən bayaq sizlər üçün qeyd elədim. Birinci dedik hüceyrə, daha sonra toxuma, orqan, orqanlar sistemi və tam bir orqanizm. Baxırıq ki, ən doğru fikir burada verilənlərin içərisində Azər qeyd edilibdir. Ona görə də burada da doğru cavabımız olacaq Azər. Hər bir orqanlar sistemini öz funksiyası ilə uyğunlaşdırın. Müvafiq hərfi boş yerə yazın. Qan dövranı sistemi. Qan dövranı sistemi hüceyrələri qida maddələri və oksigenlə təmin edir. Ona görə Y variantını 1-ə daxil edirik. İfrazat sistemi tullantı maddələri qandan təmizləyərək orqanizmdən xaric edir. C variantını 2-yə daxil edirik. Tənəffüs sistemi oksigeni qəbul edir. A variantını 3-ə yazırıq. Həzm sistemi qidanı qəbul edir və onu parçalayır. D-ni bura yazırıq. Sümük sistemi isə bədənin dayağını təşkil etməklə bərabər daxili orqanların qorunmasında iştirak edir. B variantını da bu hissəyə yazmış oluruq. İş vərəqi 1 bu qədər. Keçək iş vərəqi 2-yə. Birinci suala baxaq. Şəkli nəzərdən keçirin, ədədləri uyğun orqanlarla birləşdirin. 1-də biz görürük beyni. Daha sonra 2-də nəyi görürük? 2-də verilmiş ürəkdir. Ona görə ürəyin qarşısına 2 qeyd edirik. 3-də ağciyəri görürük. 4-də böyrəkləri görürük. 5-də qaraciyəri görürük. 6-da isə mədəni görürük. Orqanların adını müvafiq olaraq 1-dən 6-ya qədər rəqəmlərin qarşısında yazın. 1. Baş beyin. 2. Nə dedik? 2. Ürək. 3. Qeyd elədik ki, ağciyər. 4. Böyrək. 5. Qaraciyər. 6 isə mədə.